Özümüzə bir investor tapmışıq. Ondan pul istəyirik. İnvestora deyirik ki, gəl bizə yatırım elə. Deyir ki, səbəb, sənə niyə yatırım eləyim? Axı mənim risk free şansım var. Hansı ki, bu şans 5%-dir. Yəni pulu sənə verməyib də. Aparıb US Treasury bilə yatırsan 5%-im nəqd. Sən nə təşrif eləyirsən? Cavabım, gəl gedək bazarı analiz eləyək. Mənə yox da. Treasury bilə də yox. Bazardakı başqa şirkətlərə yatırım eləsəydin, yəni bazar reyti, market rate neçə idi? Cavab gəlir ki, 11%. İnvestora deyirəm, bax, onsuz da bazarda sənə verilən faiz maksimum 6-dır. Sənin 3 seçimin var. Gəl bu bazar faizini işarə eləyə bir B şirkəti olaraq, B olmasın, birazdan aləm dəyəcək bir-birinə. T şirkəti, bizim şirkət A şirkətidir. Bir də US Treasury Bill var. İnvestorun 3 dənə seçimi var. A şirkəti bizik, sualdı yanıb qarşısında. US Treasury Bill 5% verir. Bazardakı T şirkəti də verir 11%. İnvestora ilk cümləmə olur ki, o T şirkətinə yatırım eləməyib də, US bondlara yatırım eləməyib də, gəlib mənə yatırsan, qazanacağın maksimum faiz onsuz da 11%-dir. Gəl sən 11% verim, razılaşaq. İnvestor razı salmışdım ki, birdən deyir ki, Ramin, axı bu T şirkəti ilə sənin risklərin bir deyil. Nə olsun bazarda maksimum 11-dir? O öz risk dərəcəsinə görə 11 təyin eləyib. Sən ondan çox riskli ola bilərsən, az riskli ola bilərsən. Biz də deyirik, yaxşı, biz necə müəyyən eləyək? Mən ondan çox riskliyəm, yoxsa az riskliyəm? Yəni, bazar ortalamasından yuxarıdayım, yoxsa aşağıdayım? Danışırıq ki, gəl bir beta faktoru təyin eləyək. Hansı ki, bu beta faktoru mənim risk göstəricim olacaq. Əgər 1-ə bərabərdirsə, deməli, bazardakı riskə bərabərəm. Market rate. Market riskə bərabərdir. 0-a bərabərdirsə, deməli risk free-dir. Beta faktoru 1-dən kiçikdirsə, deməli mənim riskim bazardakından aşağıdır. Less risky. Yox, 1-dən böyükdürsə, bazardakılardan more riskidir. O zaman investorla belə bir razılıq eləyir. Bu beta necə tapılır? Silabusumuzun mövzusu deyil, yoldaşlar. Betaya şərti bir rəqəm yazıram. 1.3. İkinci nümunəmizdə də olsun 0.7. Gəlin ikisini də hesablayaq. Gəlin 0.8 eləyim. 2 dənə nümunə hesablayırıq. Birinci nümunə. İnvestor məndən nə qədər faiz gözləməlidir sualına cavab axtarır. 1. US Treasury-yə yatırım eləmədim. 5% oradan itirdim. Üstə gəl. Bazardakı premium var idi. Premium nədir? 11/5. Yəni bu nümunədə 6. Başqa sözlə 11/5%. Və sənin yaratdığın əlavə risk yükü. Yəni 5 üstə gəlinsin, deməli 7.8 olacaq 13 12.8. Bu 5%-in adı risk free-dir. Üzərinə gələk 11 market rate çıxılsın. Yenə də risk free rate vurulsun beta faktoru.
Bəzi testlərdə bu mötərizənin içərisini ilə birbaşa market premium kimi də verə bilər. Bu birinci кейsimiz. Yəni investorun belə olan gözləntisi 12.8-dir. Biz buradan nə nəticə çıxartdıq? Gördük ki, bazardakı reytdən yuxarı gözlənti olmaq səbəbi bizim onlardan daha risk olmağımızdır. Baxın, birdən böyük deyə more riskidir. Əgər aşağı olarsa nəticə nədən ibarətdir? Mənim 11%-dən aşağı bir təklifim olacaq. Məndən gözləntisi 11-dən aşağı olacaq. Səbəb. Çünki mənim beta faktorum daha aşağıdır. Gəlin bu ikinci nümunəni də hesablayaq. 5% üzərinə gəlinsin 11 çıx. Bir dəqiqə təzədən yazım. Çıxılsın 5%, vurulsun 0.8. Yəni bu elədir 4.8, nəticə etibarilə 9.8. Gördüyümüz kimi risk göstəricimiz aşağı olduğu üçün biz bazar faizindən daha az faiz ödədik. Yəni 1.2% daha az ödəmişik. Tam olaraq bu model nədir? Niyə var? Nə işimizə yarayır? Gəlin hər ehtimala bunu vizual olaraq da göstərim. Testlərdə bizə nə verəcək? Bizə deyəcək ki, VAK-ı hesabla. Hansı ki, VAK bizim üçün discount rate olacaq. Discount rate'in hesablanmasında cost of equity də var. Cost of debt də var. Bu cost of equity-nin hesablanmasında müxtəlif yollardan istifadə edilir. Məsələn, dividend growth model. İndi də hesablaya biləcəyik KPM modelinə. KPM modelinin formulası da risk free rate üzərinə gəlinsin risk market, çıxılsın risk free, vurulsun beta. Yəni bu dolayı yolla gəlir discount rate'in formulasında. Və görsək, beta faktoru nə qədər çoxdursa şirkətin riskli olduğunu göstərir. Riskli olduğu üçün cost of equity-ni artıracaq. Cost of equity artdığı üçün də discount rate'imiz artacaq, yəni şirkətin dəyərini aşağı salacaq. Yəni beta faktoru çoxaldıqca şirkətin dəyəri aşağı düşür. KPM modelini düşündüyü nədir yoldaşlar? Required rate of return, risk averse, well diversified investor. Yəni bu investor artıq sistematik risklərdən yaxasını qurtarıb. Məruz qaldığı risklər sistematik risklərdir deyə düşünür. Amma nə qədər realdır? Bilmirik. Yoldaşlar, burada biz nə qədər də belə düşünsək də, praktikada bu belə deyil. Ona görə testlərdə yazanda bunu nəzərdə saxlayın. Və kitab həm də bunun expansionını verir. Deyir, şirkət spesifik risklərə də baxmalıyıq. Bu cavabla daha çox razıyam. Yəni, imtahanda da bu məntiqlə gedin. Formulanın, belə deyək də, daha düzgün forması budur. Həm sistematik, həm ansistematik risklər üzərindən izah versəz əgər. İzah versəz ona fokuslanın. İzah versəz yazın ki, baxmayaraq ki, biz formulada nəzər aldıq, əslində isə bazarda bu risklər də var. SLML nədir yoldaşlar? Security Market Line. Yəni elə düşünürük ki, güya bizim bazarda risk free-nin beta artdıqca, bazarda risklər artdıqca düz bir trendi var. Hansı ki, bu investor üçün security, yəni etibarlı bir yatırım trendidir. Belə bir reallıq varmı? Bu qədər ideal curve olan təbii ki, yox. KPM-in assumptionları, əsum elədiyi nədir? Elə düşünür ki, bazar perfectdir. Güya investorun well-diversified portfolyosu var. Güya ki, şirkət üçün risk-free rate, elə investor üçün risk-free rate available-dır və unrestricted-dir. Yəni, bunun yuxarı limiti yoxdur güya. Və elədiyimiz horizonlar, yatırım proqnozları sanki bir dəfə oturub bütün horizonu proqnoz eləyə bilir. Yəni, single period horizondur. Əslində isə belə bir dünya yoxdur.
Yəni mən single period horizon analiz eləyə bilmirəm və well diversified portfolio 20 ballıq sualda düşərsə, yazırıq ki, bəli, KPM-in assumptionları budur, amma reallıqda bunlar mövcuddurmu? Böyük bir sual işarəsidir. Yəni bu cümlələri yaddan çıxarmamaqla daha çox bal ala bilərik. Perfect capital market nədir yoldaşlar? Bu termini xarakteristikalarla birgə əzbərləyin. Çox yerdə lazım olacaq. Güya ki, hardasa elə bir bazar var, Neverland. Orada vergi yoxdur, transaksiya xərci yoxdur, bütün məlumatlar hamı üçün available-dır, investorların hamısı rasionaldır, adekvatdır, bazarda o qədər alıcı-satıcı var ki, hamı öz alıcısını və satıcısını tapıb. Nə deyir? Real world capital market are not clearly not perfect. Yəni özümüz bilə-bilə bir metodu tərifləyib, sonra deyirik ki, mövcud deyil. Perfect information o deməkdir ki, bazarda məlumat asimetriyası yoxdur. Yəni, alıcı satıcıdan ya da ki, satıcı alıcıdan daha çox və ya daha az məlumata sahib deyil. Belə olanda nə baş verər? Əgər satıcı, yəni səhmi satan, pulu alan tərəf investordan çox məlumata sahibdirsə, böyük ehtimalla nəyisə gizlədib, öz xeyrinə bundan istifadə eləyəcək. Məsələn, şirkətin böyük bir layihəsi var idi, investor ona baxıb yatırım eləməyi düşünürdü. O layihə artıq ləğv olub. Danışıqlar gedir, rəsmi elan olunmasa da layihə ləğv olunacaq. İnvestor bunu bilmir. Şirkət bilir. Səhmdardan nə qədər ki, gec olmayıb, pulu alaq, məsələ bağlansın deyir, pulu belə cərb eləyir. Və ya tərsinə, investor bilir ki, bu şirkət başqa bir şirkətə satılacaq. Gedir tez ora yatırım eləyir, amma şirkətin özünün xəbəri yoxdur. Belə şey ola bilərmi? Ola bilər. Insider məlumat tapıb hardansa. Gedir ora yatırım eləyir. Yəni, perfect capital marketdə informasiya asimetriyası budur. Şirkətin riskli olub-olmadığını şirkətin özü bilir. İnvestor da gözləntisi buna uyğun formalaşdırır. Və yaxud da unrestricted borrowing. Yəni, məsələn deyək də, mən gedib şirkətlə cost of equity davası döyəndə və ya investorla. İnvestora deyirəm ki, mənə, nə bilim, 500 milyon pul lazımdır. Argument də verirəm ki, yatırım eləməsəydin, gedib US Treasury bilə yatıracaqdın. İndi burada sual. US Treasury bill məndən o qədər pulu götürəcəkmi? 2. Sənin məndən 500 milyon borc götürməyə kapasitin varmı? Mənim o pulu verməyə kapasitin varmı? Bazarda o qədər Treasury bill available-dırmı? Sənə yatırım eləməsəydim, gedib bazarda başqa yerlərə yatırım eləyə biləcəydimmi? Nə qədər realdır bunlar? Deyil təbii ki. Bu da bizim Perfect Capital Market'in utopik xarakteristikaları. Advantage nədir yoldaşlar? Praktikada yaxşı işləyir, sistematik riskə fokuslanır və investment appraisal'da işə yarayır. Cümlə xatirinə cümlələr. Bir dənə əsas hissəsi budur. Advantage budur. Disadvantage nədir? Hansı investorun ki, undiversified portfoliosu var? Onun üçün yararlı deyil. Tax ignore eləyir və verilən rəqəmlərin hamısı estimate'dir və tapmaq çətindir. Ən vacib disadvantage də budur.